vaxtınız xeyir olsun. Ekonomiksin saat 11 buraxılışı ilə xidmətinizdəyik. Bizi ayrılan vaxt ərzində dünyada və ölkəmizdə baş verən ən son iqtisadi xəbərləri diqqətinizə çatdıracağıq və verilişimizi qonağımıza söhbətlə davam etdirəcəyik. Mövzumuz isə elektron ticarət, onun perspektivləri olacaq. Beləliklə, ilk xəbərimizi təqdim edirik. Azərbaycan böyük enerji potensialı var. Bunu Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri Roland Kobiya deyib, bildirib ki, ölkəmizdə dəniz dalğası enerjisindən istifadə etmək mümkündür. Kobiyanın sözlərinə görə, Azərbaycanın strateji tərəfdaşları və Avropa İttifaqı ölkəmizlə enerji əməkdaşlığının genişləndirilməsində maraqlıdır və Azərbaycanı bu sahədə dəstəkləmək niyyətindədir. Rusiyanın Rosneft şirkəti 2020-ci ilə kimin qaz hasilatının həcmini 100 milyard kub metrə çatdıracağı planlaşdırır. Məlumatı şirkətin rəhbəri Igor Sechin verib. Onun sözlərinə görə bu məqsədə çatmaq üçün şirkətin potensialı və ehtiyatları var. Qeyd edək ki, 2013-ci ildə əldə razılaşmaya əsasən Rosneft və İTERA şirkətləri birgə müəssisə yaradıblar. 2013-cü ildə müəssisə 13 milyard kub metr qaz hasil edə bilər. Rusiya Mərkəzi Bankının faiz dərəcələrini kəskin azaltması nəzərdə tutulmur. Bunu Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin bəyan edib. Faiz dərəcələrinin endirilməsi və ya büdcə xərclərinin artırılması büdcə qaydalarına uyğun olaraq həyata keçirilməlidir. Milli Rifah Fondunun vəsaitlərinin bir hissəsi iqtisadiyyata, o cümlədən infrastruktur layihələrin kreditləşməsinə yönələ bilər. Onu da qeyd edim ki, Prezidentin iqtisadi məsələlər üzrə iclasında müzakirə etdiyimiz kimi Mərkəzi Bankın siyasətində əhəmiyyətli dəyişikliklərin olmasından söhbət belə gedilir. İran dünya bazarında neftin qiymətinin düşməsinə mane olacaq. Bunu İranın Neft Nazirliyinin sözcüsü Əli Niksat deyib. Bildirib ki, OPEC üzvləri bu məsələ ilə bağlı danışıqlara başlayıblar və qurumun fövqəladə iclası çağırılmadan da razılaşma əldə oluna bilər. Dünya bazarında neftin qiymətinin düşməsinin qarşısını almaq üçün İran OPEC üzvləri ilə danışıqları davam etdirəcək. Qiymətin 100 dollardan aşağı olması məntiqsizdir. Neft üçün ən uyğun qiymət 100-120 dollardır. Nazirlik sözcüsü belə deyib. Birləşmiş Ştatlar büdcəsində sekvestr səbəbindən ötən gün 1200 reyslər ləngim olub. Buna səbəb aviaşirkət əməkdaşlarının məcburi məzuniyyətə göndərilməsi olub. Bu məlumatı mülki aviasiya üzrə federal idarə verib. İdarənin məlumatına görə Dallas, Las Vegas və Los Angeles hava limanlarında personal çatışmazlığı səbəbindən uçuşların tam olaraq həyata keçirilməsində problemlər yaranıb. Qeyd edək ki, Birləşmiş Ştatlarda martın 1-dən etibarən qənaət tədbirləri qüvvəyə minib. Cari maliyyə ilinin sonunadək federal büdcə xərclərinin 85 milyard dollar azaldılacaq. İspaniya büdcə kəsirinin həzminə görə Yunanistanı keçərək Avropa İttifaqı ölkələri arasında birinci yerə çıxıb. Mariano Raxoy hökuməti isə iqtisadiyyatın bərpası planını parlamentə təqdim etməyə hazırlaşır. 2012-ci ildə İspaniyanın büdcə kəsiri ümumi-daxili məhsulun 10,6%-nə çatıb. Eurostatın məlumatına görə buna səbəb bank sistemini xilas etmə planı olub. 2011-ci ilin göstəriciləri ilə müqayisədə büdcə kəsiri 9,4% artaraq Yunanistandakı səviyyəni ötüb. Qeyd edək ki, Yunanistanın büdcə kəsiri 2012-ci ildə ÜDM-in 10% qədər olub. Avropa İttifaqı ölkələri tərəfindən qəbul edilən maliyyə paktına görə isə büdcə kəsiri ÜDM-in 3%-ni keçməməli idi. Avropa İttifaqı rəsmiləri İspaniyanın Milli Statistika İnstitutunun işsizlik səviyyəsi barədə açıqlamasını gözləyirlər. İlkin məlumata görə İspaniyada işsizlərin sayı 6 milyon nəfəri keçərək 27%-ə çatıb. Lakin qeyd etmək lazımdır ki, statistikaya ancaq rəsmi qeydiyyatdan keçənlər daxil olur. Bizim proqnozlarımıza görə 2013-cü ilin ilk aylarında işsizlərin sayı 6 milyon nəfərə çatıb. Bu nəticəyə gəlmək üçün biz məşğulluq xidmətinin məlumatlarına əsaslanırıq. Onların məlumatına görə bu il 5 milyon 35 min nəfər qeydiyyatdan keçib. Bizim ölkəmiz üçün bu rekord göstəricidir. İspaniya 2008-ci ildən resesiya yaşayır. İşsizlik problemi isə İspaniya hökuməti üçün ən vacib məsələdir. Əmlak bazarında sabun köpüğünün partlaması, tikinti sahəsində böhranın başlaması və Brüsselin sərt qənaət proqramı İspaniyada vəziyyəti daha da çətinləşdirib. Apple şirkətinin gəlirləri son 10 ildə ilk dəfə olaraq aşağı düşüb. 2013-cü ilin ikinci rübündə gəlirlər 18% azalaraq 9,5 milyard dollar olub. Ötən il isə bu göstərici 11,6 milyard dollar idi. Birinci rübdə ümumi gəlirlər 43,6 milyard dollar təşkil edib. Maliyyə analitiklərinin qənaətincə Apple şirkətinin göstəricilərinin pisləşməsi Cənubi Koreyanın Samsung şirkətinin aktivləşməsi ilə əlaqədardır. Bununla yanaşı Apple şirkəti tərəfindən satılan smartfonların sayı 37,4 milyona çatıb. Ötən ilin analoji dövründə isə bu göstərici 35,1 milyon olub. İndi
isə verilişimizi qonağımızla davam etdiririk. Bayaq qeyd etdiyimiz kimi mövzumuz elektron ticarət, onun dünyada və Azərbaycanda rolu olacaq. Qonağımız isə Vergilər Nazirliyinin İdarə rəisi İmran Qarayevdir. İmran müəllim, xoş gördük sizi. Xoş gördük. Deməli, ilk sualımızı təqdim etmək istəyirik. Bayaq qeyd etdiyimiz kimi 20-ci əsrin alış-verişi elektron, internet, virtual ticarət hesab olunur. Ümumiyyətlə, dünyada bu ticarətin rolu nədən ibarətdir? İlk öncə mən sizi belə bir böyük, aktual və istər nəzəri, istər praktiki cəhətdən aktual mövzunu işıqlandırdığınıza görə və eyni zamanda Vergilər Nazirliyinin nümayəndəsini dəvət etdiyimizə görə təşəkkürümü bildirirəm. Məsələ ondan ibarətdir ki, iqtisadiyyat özü dinamik bir sistemdir. Daim müxtəlif amillərin təsiri nəticəsində onda müxtəlif inkişaf prosesləri baş verir. Son illər dünyada, ümumiyyətlə qloballaşan iqtisadiyyatda informasiya texnologiyalarının, informasiya sistemlərinin sürətlə inkişafı artıq iqtisadiyyatın yeni bir sahələrin meydana gəlməsinə və bir çox aktlərin, transaksiyaların artıq real aləmdə yox, virtual aləmdə həyata keçirilməsi üçün böyük bir imkanlar yaratmışdır. Belə olan şəraitdə artıq müəyyən bir əqdlərin həyata keçirilməsi üçün istehsalçı ilə istehlakçı arasında, ümumiyyətlə hansısa bir vasitəsi arasında birbaşa təmas olmağa ehtiyac yoxdur. Bunlar sadəcə olaraq öz saytlarında həmin informasiyanı yerləşdirməklə və bazarı tam şəkildə araşdırmaqla və öz aralarında əqləri bağlıdır və beləliklə ticarətin qeyri-ənənəvi bir sahəsi olan elektron ticarət meydana gəlmişdir. Bu ticarətin digər ticarətlərdən fərqləndirən əsas xüsusiyyəti ondan ibarətdir ki, burada ənənəvi ticarətdən fərqli olaraq məhsullar bilavasitə real, fiziki şəkildə görünən məhsullar deyil. Ona görə bu insanlar bəzən buna elektron məhsullar da deyirlər. Bir də onu qeyd etmək istərdim ki, ümumiyyətlə bu yeni yaranan sahədə həmişə müəyyən bir terminoloji, deməli, çətinliklər olur. Ona görə bir ölkədə, məsələn, elektron ticarət deyirlər, digər ölkədə elektron kommersiya, başqasında isə elektron biznes. Yəni, burada tam şəkildə formalaşmadığına görə hələ elektron ticarətlə, biz başqa ölkələr arasında müqayisə etmə mənə belə gəlir ki, bir qədər qeyri-adekvatdır. Onda belə bir sual yaranır. Rəqəmsal iqtisadiyyat son dövrlər bu barədə çox söhbətli gəzir. Bu nə deməkdir? Bu çox gözəl sual verdi. Rəqəmsal iqtisadiyyat digər iqtisadiyyatdan fərqi ondan ibarətdir ki, mən qeyd elədim ki, yəni burada artıq alqı-satqı əməliyyatları o bilavasitə virtual aləmdə keçirilir və eyni zamanda həmin məhsulların çatdırılması istehlakçıya bu müəyyən bir nəqliyyat vasitəsilə yox, bu da elektron. Məsələn, daşıyıcılar vasitəsilə həyata keçirilir. Məsələn, tutaq ki, müxtəlif kinolardır, web hostinglərdir, distant, məsələn, təhsildir, məsələn, distant diaqnoz qoyulmasıdır, proqram təminatlarıdır, texnologiyaların ötürülməsidir bir ölkədən digər ölkəyə. Bax, burada da bu problemi elədir ki, bunu məsələn müəyyənləşdirmək olmur. Bu, harada gəldik, biz fiziki olaraq bu məhsulları görmürük. Yəni, mən onu da qeyd edim ki, rəqəmsal iqtisadiyyat bu get-gedə daha da inkişaf edəcək. Bunun inkişafının əsas səbəbi ondan ibarətdir ki, uzun illər, yəqin ki, biz hamıya məlumdur ki, bu informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində biz deyərdik ki, bu mikroprosesorların hər 2 ildən bir sürəti 2 dəfə artır. Belə olan şəraitdə həmin yeni olan kəşflər, bu informasiya texnologiyaları sahəsi olan kəşflər, o bilavasitə iqtisadiyyatın bütün sahələrinə təsir göstərir və beləliklə də əqlərin bağlanması, bu əməliyyatların virtual aləmdə aparılması yeni rəqəmsal iqtisadiyyatın meydana gəlməsinə səbəb olmuş və bu gələcəkdə daha da inkişaf edəcək. İmran müəllim, etiraz etmiş sizə elə həmkarlarımız bu sahə ilə bağlı, elektron ticarətlə bağlı bir material hazırlayıb. Baxaq sonra söhbətimizi davam edəcək. 2001-ci ildə dünyada elektron ticarətin həcmi 61 milyard dollar təşkil edirsə, 2007-ci ildə bu rəqəm 233 milyard, 2011-ci ildə 681 milyard dollar təşkil edir. 2013-ci ildə bu rəqəmin 1 trilyon, 2015-ci ildə isə 1,5 trilyon dollara çatacağı gözlənilir. Birləşmiş Ştatlarda istehlakçıların 75%, Avropada isə 60%-i ticarətin bu növdə üstünlük verir. Xarici ölkələrin təcrübəsi göstərir ki, elektron ticarət dünyada kiçik və orta sahibkarlığın inkişafına təsir edən əsas amillərdəndir. 2012-ci ilin statistikasına görə ölkəmizdə elektron ticarət dövriyyəsinin həcmi 1 milyon manatdan azca yüksəkdir. Müqayisədən aydın olur ki, inkişaf edən Azərbaycan ticarətin müasir formasının tətbiqi sahəsində xeyli geridə qalır. Son 10 ildə ölkədə informasiya texnologiyaları sahəsində çox işlər görülüb. İnternet istifadəçilərinin sayı qat-qat artıb. İnternetin sürətinin, keyfiyyətinin yaxşılaşdırılması istiqamətində böyük iş aparılıb. 2005-ci ildən Azərbaycanda elektron ticarət haqqında qanun da var. Amma o işlək vəziyyətdə deyil. Əsas problem isə vergilərlə bağlıdır. Elektron ticarətlə məşğul olmaq istəyən bu sahədə vergi qanunvericiliyinin, satıcı-alıcı münasibətlərinin, hüquq və vəzifələrinin necə tənzimlədiyini bilmir.
Sərmayədarlar elektron ticarətin inkişafına investisiya qoyuluşunu riskli hesab edir. Başqa bir səbəb məlumatsızlıqdır. Əksər iş adamları elektron ticarətdə xərclərin az, qazanc imkanlarının isə az qala sonsuz olduğundan xəbərsizdirlər. Bu sahədə istehlakçıların da məlumatsızlığı problemlər yaradır. Mütəxəssislər dövlət qurumlarının bu sahədə iş adamlarına yardımını vacib sayır. Hətta bəzi iqtisadçılar elektron ticarətlə məşğul olan şirkətlərin əlavə dəyər vergisindən azad olunmasını təklif edirlər. Bu isə onların təklif etdiyi məhsulun qiymətinin aşağı düşməsinə səbəb ola bilər. Bütün bunlara baxmayaraq, mütəxəssislər hesab edir ki, yaxın gələcəkdə Azərbaycanda ən yüksək inkişaf edən sektorlardan biri elektron ticarət olacaq. Son illər internet vasitəsilə satış edən firmaların sayı çoxalıb. Hazırda 14 şirkət və dövlət qurumu bu fəaliyyətlə məşğuldur. Dövlət qurumlarından yalnız İqtisadi İnkişaf Nazirliyi B2B web portalını yaradıb. Məqsəd yerli biznes nümayəndələrinin daxili və xarici bazarlara asan çıxışını təmin etməkdir. Ekspertlər düşünür ki, hökumətin yardımı bununla məhdudlaşmamalıdır. Sahibkarlar arasında elektron ticarətə marağı artırmaq məqsədi ilə stimullaşdırıcı, lazım gələrsə inzibati tədbirlər görülməlidir. Çünki nəqdsiz ödənişlərin əsas tərkib hissəsi olan elektron ticarət 21-ci əsrin tələbi və zərurətidir. İmran bəy, mövzu ilə bağlı iradınız, təklifiniz? Bilirsiniz, çox gözəl mövzudur, bunu araşdırdınız. Bu, məsələ ondan ibarətdir ki, ümumiyyətlə bu elektron ticarətdə bu qeyd olundu ki, 1,5 milyon yuxarıdır, təqribən 1,5 milyon. İndi bu, əlbəttə ki, məsələn, Azərbaycan faiz etibarı qədərdir? Faiz etibarı çox kiçik bir faizdir. Məsələn, hesab eləsək ki, baxır nəyə əsasını hesablayırıq. Əgər ümumi, məsələn, pərakəndə ticarət dövriyyəsi hardasa 15 milyarddan artıqdır, onda görürsə çox kiçik bir rəqam alınır. Amma indi bəzi ədəbiyyatlarda qeyd edirlər 3%-dir, 4%-dir. Yəni, ondan da, məsələn, hal-hazırda, burada əsas məsələ gedir ki, onun deməli statistikasının aparılması. Burada da şübhəsiz ki, deməli problemlər mövcuddur. Nə elektron ticarətə aiddir, nə aiddir. Bu da çox mürəkkəb məsələdir. Mən sadəcə bir faktı deyim. Biz elektron ticarət deyəndə ilk növbədə nəzərə almalıyıq ki, 2 cür elektron ticarət var. Nədir bu ki? Bir elektron ticarətdə, yəni bu bütün alqı-satqı, bu transaksiyalar virtual aləmdə həyata keçirilir, amma məhsul fiziki məhsul olur. Yəni biz o fiziki məhsul, birbaşa fiziki məhsuldur. Müəyyən bir istehlak malları ola bilər ki, o sərhədi keçdir. O sərhədi keçidində biz bunu görürük. Yəni, həmin məhsulun özü informasiya sistemləri vasitəsilə daxil olunur. Amma elə məhsul var ki, o məhsullar, məsələn, musiqi albomlarıdır, bu dəqiqə, məsələn, müxtəlif proqram təminatlarıdır, məsələn, kinolardır, elektron şəkildə gələn kinolar. Biz bunun heç bir sərhədi keçmir. Və bunu da ümumiyyətlə deməli, statistikasını aparmaq çox böyük çətinliklər doğur. Birinci növ elektron ticarət biz dedik ki, bu fiziki məhsullardır. Biz o məhsullar ki görürük, o məhsullar ki bilavasitə istehlak edirik. Bu ərzaq məhsul ola bilər, qeyri-ərzaq məhsul ola bilər, avtomobil ola bilər və s. Yəni biz bunun ha vaxt gəlib getməsini müəyyən bir vasitələ, kömürlə keçməsini müəyyənləşdiririk. Amma əsas birbaşa deməli elektron ticarətdəsə məhsul nə vaxt gəldi, məhsul nə qədər gəldi, bax onu aparmaq. Bir də bir məsələni mən qeyd edim ki, ümumiyyətlə bütün dünyada bu elektron ticarət ki, biz rəqam verdik böyükdür. Orada deməli bilavasitə qiymətli kağızlar fond bazarında olan deməli səhmlərin alqısı, satqısı, başqa sözlə maliyyə bazarında olan əməliyyatların demək olar ki, böyük əksəriyyəti elektron ticarət vasitəsilə həyata keçirilir. Ona bir statistikada belə bir fərqlər əmələ gəlir. Bəs onda elektron ticarət, elektron biznes və yaxud da elektron kommersi bunların fərqləri nədir? Qısa formada xahiş edirəm. Qısa formada, mən ona deyim ki, elektron biznes ən geniş mənadadır. Yəni, elektron biznes burada istər sənayədə olan, deməli, hansısa bir müəyyən bir müəssisələrin tikilməsi, onun təchizatı elektron şəkildə həyata keçirilir. İkinci ola bilər, məsələn, elektron kommersiya, burada müxtəlif marketinq əməliyyatlarıdır, ümumiyyətlə, informasiya təminatıdır, müxtəlif ölkələr arasında informasiya, elektron ticarət bunlara nisbətən daha genişdir. Amma yenə də qeyd edim ki, bu mövcud qanunvericiliyə baxır. Bir ölkədə ola bilsin ki, məsələn, elektron ticarət olan hamısı aid olsa, digər ölkələr burada fərqli olsun. Yəni, burada söhbət hansı qanunvericiliyin mövcud olması və bu ölkələr arasında fərqlərin nədən ibarət olmasını aşkar etmək. Onda keçək Azərbaycana. Azərbaycanda bu elektron ticarət nə vaxtdan inkişaf etməyə başlayır və hansı qanunla tənzimlənir? Və daha doğrusu tənzimlənə bilirmi? Hansı bir qanun? Və bir qədər çətin sual verdiniz. Yəni, bilirsiniz, məsələlə ibarətçisi çox vaxt belə bizdə təsəvvür yaranır ki, bu elektron ticarət 1-2-3 ildir yaranır və qanunvericilik bazası mövcud olmuyor. Bu belə deyildi. Yəni, ilk Azərbaycanda elektron ticarət haqqında qanun hələ 2005-ci ildə qəbul edilibdir və o qanun da hal-hazırda deməli fəaliyyətdədir və bu qanunda elektron ticarətin ümumiyyətlə nədir? Qanunda aydın şəkildə göstərilib ki, elektron ticarət informasiya sistemlərindən istifadə etməklə malların alqı satqısı, xidmətlərin göstərilməsi, işlərin görülməsi barədə olan bir fəaliyyətdir.
Bu fəaliyyət ki, biz burada sadəcə olaraq, bu bizdə Azərbaycanda hal-hazırda elektron ticarət deyəndə qanunvericilik baxımından bu başa düşülməlidir. Bu qanun tələblərini cavab verirmi? Bilirsiniz, mən dedim ki, məsələn, bu MUR qanunu informasiya texnologiyalarında fəaliyyət göstərir, sürətlə artır və aydın məsələdir ki, bu qanun 2005-ci ildə qəbul olunub və burada da deməli gələcəkdə əgər biz onu vergi nəzarətinin həyata keçirilməsi, burada vergi siyasəti, elektron ticarətdə hansı şəkildə həyata keçirilməlidir, onunla bağlı şübhəsiz ki, gələcəkdə qanunvericilik bazasında müəyyən təkmilləşdirmələr aparılacaqdır. Bundan əlavə inzibati mülki məcəllədə, inzibati xətalar məcəlləsində elektron ticarətlə bağlı yaranan hansısa mübahisələrin, deməli, orada cərimələrin müəyyən edilməsi sahibkarlara və ya sahədə? Deməli, tutaq ki, deməli, elektron ticarət haqqında qanunda bizdə orada tərəflərin bilavasitə deməli, öhdəlikləri götürülübdür. Hər bir elektron, ümumiyyətlə mən ilk əvvəl qeyd edim ki, elektron ticarətlə hər bir şəxs məşğul ola bilər. Sadəcə olaraq o deməli, vergi orqanlarında qeydiyyata keçməlidir, müvafiq məlumatları toplamalıdır və burada heç bir xüsusi lisenziya tələb olunmur. Və biz Vergilər Nazirliyi kimi biz daha da maraqlıyıq ki, bu sahə daha da inkişaf eləsin. Çünki bu bilavasitə nağdsız ödənişləri stimullaşdırır və onu da qeyd edim ki, gələcək iqtisadiyyat bu nağdsız iqtisadiyyatdır. Bir 30-40 ildən sonra demək olar ki, bu kağız pullar yavaş-yavaş sıradan çıxacaq. Əsas deməli, elektron pullar meydana gələcək və bütün əqdlər, bütün əməliyyatlar artıq dünyada bu proseslər dünyada bu proses gedir. Azərbaycanda da bu sahədə mən deyərdim, çox böyük işlər görülübdür, görülməkdədir hal-hazırda. Məsələn, bilirsiniz ki, Cənab Prezidentin tapşırığı ilə 29 dekabrda 802 sayılı sərəncamla bilavasitə Vergilər Nazirliyinə nağdsız ödənişlərin stimullaşdırılması barədə deməli, tapşırıq verilmişdir və onun icrası ilə bağlı artıq müvafiq normativ hüquqi aktlar hazırlanmışdır. Bayaq sujetdən də belə aydın oldu ki, Azərbaycanda bu sahənin inkişaf etməməsinin iki əsas səbəbi var. Sahibkarın məlumatsızlığı və istehlakçının bu sahəni bilməməsi ilə bağlıdır. Bu proseslər hökumət olaraq necə həll olunur, hansı vasitələrdən istifadə edirsiniz? Bilirsiniz, yəni mən qeyd elədim ki, biz maraqlı bir tərəfik ki, yəni bu sahədə yəni nağdsız ödənişlər ümumiyyətlə deməli genişlənsin və elektron ticarətin də genişlənməsi dolayısı yolla nağdsız iqtisadiyyatın stimullaşdırılmasına təsir göstərdi. Və qeyd olundu ki, burada heç bir məhdudiyyətlər yoxdur. Yəni elektron ticarət, özü burada mən deyərdim ki, çox böyük üstünlükləri var. Məsələn, biri var ənənəvi ticarətdə siz müəyyən bir deməli yer götürməlisiniz, orada deməli müəyyən bir market yaratmalısınız. Bundan sonra informasiya mübadiləsi çətinləşir həmin deməli marketdə. Necə bunun reklam işini təşkil etmək. Amma burada heç nə tələb olunmur. Bəs niyə onda sahibkarlar maraqlı deyirlər o qədər? Bilirsiniz, mənim qeyd eləmək lazım ki, burada deməli mən deməzdim ki, maraqlı deyirlər. Burada indi kifayət qədər deyirlər aşağıdır. Amma bu qanun 2000 niyə bizdə aşağı olub? Hardasa bizdə 2008-2009-cu illərdən etibarən internet vasitəsilə ödəmə sistemləri tətbiq olunmağa başlayıb. Bilirsiniz, bu vaxt tələb edir. Yəni bu elektron ticarətin inkişafı, nağdsız ödənişlərin genişləndirilməsi. Burada söhbət bu sahibkarların deməli özlərinin davranış xüsusiyyətləri, istehlak davranışları, əhalinin gəlirlərinin formalaşması xüsusiyyətləri. Bilirsiniz, cəmiyyətlər bir-birindən fərqlidir. Yəni biz Avropa ölkələrində mənə belə gəlir ki, mövcud indi hal-hazırda Azərbaycanı müqayisə etmək və niyə orada çoxdur, niyə burada azdır? Yəni burada problemlər var və əsas problemlərdən biri də o əhalidə olan vərdişlərdir ki, xüsusilə sahibkarlarda. Bu yeni bir sahədir. Yəni indi biz əgər baxsaq ki, bu elektron ticarətlə əsasən bu deməli gənc sahibkarlar daha çox maraqlıdırlar. Çünki yəni İmramal, biraz konkret eləyər sualını. Tutaq ki, hansısa bir sahibkar məhsul satması və onu elektron ticarət, virtual ticarət vasitəsilə necə reallaşdırmalıdır? Virtual ticarət sadəcə olaraq deməli o həmin o müəyyən bir saat yaratmalıdır. Orada onun reklamını təşkil etməlidir və ona müraciətlər əsasında deməli bu virtual aləmdə bu haqları bağlı müqavilə mövcud qanunvericiliyə görə alıcı ilə satıcı arasında müqavilə imzalanmalıdır. Elektron imza burada artıq tətbiq olunur və ondan sonra müəyyən bir öhdəliklər meydana çıxır. Çox vaxt məsələn bizə də müraciət olunur ki, elektron ticarət bu real aləmdə həyata keçirilmir. Elektron ticarət virtual aləmdə həyata və burada heç bir vergi deməli öhdəlikləri yaranmır. Və burada da artıq qətiyyən belə vergidən söz düşmüşəm. Vergilər Nazirliyi bu sahədə vergi nəzarətini necə tənzimləyir və yaxud tənzimləyə bilirmi? Gələcəkdə bununla bağlı bir tədbir planınız var hər halda. Bəli, əlbəttə ki, yəni əgər bu sahə genişlənirsə, şübhəsiz ki, gələcəkdə bununla bağlı hal-hazırda da bizim deməli Vergilər Nazirliyindən bununla bağlı gərgin bu dəqiqədə bu sahədə deməli iş aparılır. Məsələ ondan ibarət ki, burada bir çox problemlər var. Yəni bu problemlərin
mən bir neçə qrupa... Yəni, vergi nəzarəti ilə. Və söhbət vergi ilə gedir ki, bax, niyə burada problemlər meydana gəlir? Məsələ ondan ibarət ki, biz qeyd elədik ki, mən birinci növ elektron ticarətdə, harada ki, deməli, alqı-satqı obyekti, bu fiziki mallardır, burada problem meydana çıxmır. Sadəcə olaraq ödəmə elektron sistemləri vasitəsilə həyata keçirilir, amma müəyyən həmin o mal sərhədi keçdikdə artıq burada deməli kömürlük rüsumlarıdır, burada deməli əlavə dəyər vergisidir və bunun uçotunu və nəzarətini aparmaq asanlaşır. Problem bizə çıxır deməli birbaşa elektron ticarətdə. Yəni o məhsullar ki, sadəcə olaraq fiziki məhsullar yox, bu rəqamsal, yəni bu informasiya məhsullarıdır, elektron məhsullardır. Burada artıq məsələlər, burada deməli əlavə dəyər vergisinin tətbiqi ilə bağlı elektron məhsullar olub, xidmətlərə qəbul edilmə və ümumiyyətlə bütün dünyada qəbul edilmiş prinsip ondan ibarətdir ki, bu OECD təşkilatının da demək, əsas prinsipləridir ki, bu xidmətlərə bərabər olduğunda o demək, istehlak vergiləri yerində tutulmalıdır. Yəni, burada əlavə dəyər vergisi də tətbiq olunur. Amma şübhəsiz ki, mən qeyd edirəm ki, burada problemlər var, onun deməli, nəzarəti ilə bağlı. Ümumiyyətlə, tək bizdə yox, bu bütün dünyada problemlər. Siz təsəvvür edin, server elə bir ölkədə tutaq ki, offshore bir zonada yerləşir. Orada ümumiyyətlə heç bir vergi buna tələb edilmir. Və biz hətta o serverin, əməliyyatın harada həyata keçirildiyini də müəyyən edə bilmirik. Və bu da vəziyyəti çətinləşdirir. Amma yenə də, amma bir də mən bir məsələni qeyd edim ki, hələ 2005-ci ildə elektron ticarət haqqında qanunda bilavasitə göstərilib ki, yəni elektron ticarətlə məşğul olan şəxs o həmin məhsulun satışında qiymətə verginin daxil olub-olmaması haqqında məlumat verməlidir və vergi orqanında dəqiq yazılıb ki, o qeydiyyata alınmalı. Bu qanun vericiliyi var artıq. İmran müəllim, bu ətraflı, maraqlı məlumatınıza görə təşəkkür ederim və ümid edirik ki, yaxın gələcəkdə bizdə də elektron ticarət dünya səviyyəsinə çata bilər. Qeyd edək ki, mövzumuz elektron ticarətlə bağlı idi. Qonağımız isə Vergilər Nazirliyinin İdarə Rəisi İmran Qarayev idi. İndi isə dünya bazarlarında baş verən əsas proseslər onlayn qrafika vasitəsilə diqqətinizə çatdıraq. İndi neftin ucuzlaşması səbəbi dünya bazarında yanacağa tələbatın azalması ilə bağlı narahatlıqdır. Bu narahatlığı yaradan isə Çində və Avropada işgüzar fəallıq indeksinin enməsi olub. Özü də bu enmə Çində sadəcə olaraq iqtisadiyyatın artım tempinin zəifləməsidirsə, Avropada açıq aydın iqtisadi geriləmədir. Qitədə işgüzar fəallıq indeksinin artıq neçə müddətdir ki, 50-dən aşağı olması da bunu göstərir. Ötən gün bu göstəricilər light markalı nefti $87.80 səviyyəsini endirdisə, günün ikinci yarısında qiymət yenidən yuxarıya istiqamət almağa başlayıb göründüyü kimi, analitiklər bu gün də bu yüksəlişin davam edəcəyini gözləyirlər. Əlbəttə ki, makroiqtisadi göstəricilərin pisləşməsi barədə növbəti açıqlamalar olmasa. Bu dəqiqələrdə isə qaraqızılın əsas markalarının hər ikisi yaşıl zonadadır. Brent hazırda $100.51 sentə satılır, light isə xeyli bahalaşıb. 1,7% yüksələn light markalı neft indi $89.44 sentə təklif olunur. Qızılın qiyməti də bir qədər qalxıb, hazırda qızılın bir unsiyası $1422 satılır, gümüş $23.12 sentdir, platin $1420 təklif olunur, palladium da bahalaşıb, ən çox yüksələn isə misdir. Bu metalın qiyməti 2%-ə yaxın qalxıb və hazırda bir tonu $6.938 təklif olunur. Əsas fond indekslərin hamısı yaşıl zonadadır. Amerika bazarında artım çox cüzidir, təxminən 0,1%. Yaponiyanın Nikkei 225 indeksi bir qədər çox 0,4%-ə yaxın yüksəlib. Avropanın fond indeksləri isə sıraç xarakterli artım nümayiş etdiriblər. DAX 2,4%, FTSE 100 isə 2% bahalaşıblar. İndi isə valyuta bazarlarında baş verən prosesləri diqqətinizə çatdıraq. Avro-dollar isə ötən gün 1,27-29,70-ə kimi ensə də axşama doğru mövqelərini bir qədər bərpa edib və 1,30-25-ə kimi yük qalxıb. Amma vahid valyuta bu səviyyədə möhkəmlənmə bilməyib. Analitiklərin fikrincə bu amil avronun yeni minimumlara doğru düşəcəyini bir işarədir. Morgan Stanley'nin valyuta strategiləri öz müştərilərinə avronu satmağa məsləhət görürlər. Bugünün hədəfi isə 1,28-80 səviyyəsindədir. Yaxın günlərdə isə biz avronu daha aşağı 1,26-65 səviyyəsində görə bilərik. Bankın ekspertləri belə güman edir. İndi isə bir avro-dollar 1,30 səviyyəsindədir. Dollar-yen 29,42-yə mübadilə olunur. Funt sterling
sterling, dollar isə 1.52.44-də qərarlaşıb. Əsas valutaların Azərbaycan manatı nisbətdə Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənələr dollar 78 qəpik yarım, avro 1 manat 2 qəpik, Rusiya rublu 2 qəpik yarım, Türk lirəsi isə 43 qəpik yarım. Bugün Bakı vaxtı ilə saat 13:00-da Almaniyada işgüzar mühit indeksi açıqlanacaq. Saat 13:30-da Böyük Britaniyada razılaşdırılmış ipoteka kreditlərinin sayı bilinəcək. 17:30-da Amerika Birləşmiş Ştatlarında uzun müddət istifadə olunan malları sifarişlərin həcmi barədə məlumat veriləcək. Saat 18:30-da isə bu ölkənin Maliyyə naziri Jacob Lee'nin çıxışı gözlənilir. Bu hadisələrin hər biri dünya maliyyə bazarına güclü təsir edə bilər. Buna görə də treyderlər, sərmayəçilər bu saatlarda diqqətli olmalıdırlar. Xatırladaq ki, artıq Ekonomiks radio liderin efirində də yayınlanır gündə 3 dəfə 10:45, 13:45 və 17:45-də ən son iqtisadi yenilikləri, şərhləri və proqnozları radiodan eşidə bilərsiniz. Bizə ayrılan vaxt isə bu qədər. Axşam saat 19:30-da yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.